Yaxşı, baxaq. Fiqurların sahəsi. İlk olaraq biz fiqurların sahəsindən tanıdıqlarımızdan düzbucaqlı var. Düzbucaqlı birlikdə nə əldə edir? Bütün bucaqları düzbucağı olan dördbucaqlıya düzbucaqlı deyilir. Düzbucaqlının sahəsi eni ilə uzunluğunun hasilinə bərabərdir. Əvvəl belə dedik. S bərabərdir A vuraq B. Bir də ola bilər uşaqlar. Düzbucaqlının diaqonalları versin sizə. Bilirik ki, düzbucaqlının diaqonalları bir-birinə nədir? Bərabərdir. D1-imiz D2-yə nədir? Düzbucaqlı da bərabərdir. Bunlar arasındakı bucaq var ya, alfa. İndi biz gələcəkdə sinusları öyrənəndə tək düzbucaqlıya yox, bütün dördbucaqlılarda yadınızda salın. Bütün dördbucaqlarda S bərabərdir 2-də 1 D1 vuraq, D2 vuraq. Onlar arasındakı bucağın sinusu hasil. D1 D2 vuraq sinus A. Yaxşı? Düzbucağın sahəsi. Düzbucağın perimetri hansı düsturla hesablanır? 2 vuraq A plus B. Onlar perimetrin verər, tərəflər diaqonalın verər, sahəni soruşar. Biz nədən istifadə edə bilərik? Düzbucaqlıda bir də Pifaqor teoremi birlikdə. Tərəflərin kvadratları cəmi diaqonalın kvadratına, A kvadratı gəlincə B kvadratı bərabərdir D-nin kvadratı. Hipotenüzdə bizdə diaqonal olur da, düzdür? Və məsələn, belə bir deyər ki, düzbucaqlının diaqonalı 15-dir. D bərabər 15 verir. Sahəsini də veribdir, məsələn, veribdir 60-da. İndi şərti rəqəmlər deyirəm. S bərabər 60-dır. Perimetrini tapılır. Bilir ki, sahə hansı düsturla tapılır? A vuraq B. A vuraq B-ni 60 verir. Diaqonal bizim üçün nədir? A kvadrat üstə gəlinsin B kvadratı da, düzdür? Bərabər diaqonal 15-isə 15-in kvadratı 225. Təzədən A kvadrat plus B kvadratından biz bunu yaza bilərik. A plus B vuraq. A plus B-nin kvadratı çıxaq. 2AB. Bərabər neçə olur? 225. AB-ni neçə vermişdi? AB-ni 60. 60. 2-ni 60-a vuranda 120 elədi. Təzədən 120-ni də keçirir sağ tərəfə. A plus B-nin kvadratı bərabər deyək ki, 425 elədi. Buradan A plus B-nin kvadratı. Buradan A plus B-ni tapa bilərik də. İndi burada mən şərti rəqəmlər deyirəm də 600, 425. Elə olar ki, məsələn 625 alındı. A plus B-ni tutaq ki, tapışıq 25. Məsələn deyirik də. 25-in kvadratı 625 ilə də 425 ilə. Bizdən perimetri soruşsa, P nəyə bərabərdir? 2 vuraq A plus B. A plus B-ni 25 tapırsansa, perimetri neçə olar? 50. Yaxşı? Yadımızda saxlayaq. Sahə vahidi olaraq deyək ki, sahəni 60 santimetrin kvadratı yazmışıqsa, perimetrə gələndə deyək 50 santimetr. Onu qarışıq salmayın. Məsələn, elə fiqur var ki, deyərsən ki, bax, kvadratın sahəsi nədir? A kvadratda. Tərəfi 4 santimetr olanda sahə neçə olur? 16 santimetrin və perimetri neçə olur? Perimetri 4 olur. Onda neçə olur? 16 santimetr. Da burada santimetrdir. Onlar ikisi bir-birinə bərabər ədədlər deyil. Biri sahəni göstərir, biri uzunluğu göstərir. Yaxşı. 16 santimetrin kvadrat desə sahədir, santimetr desə uzunluq. İndi gəlin düzbucaqlıdan sonra kvadrata baxaq. Kvadrat bütün tərəfləri bərabər olan düzbucaqlıya bütün tərəfləri bərabər olmalıdır. Hər bir tərəf bərabər adisa buna deyirik kvadrat. Kvadrat da eyni qayda ilə düzbucaqlının sahəsini nətər hesablayırdıq? Eninin uzunluğuna vururduq da. A-nı A-ya vursaq nə eləyər? A-nın kvadratı. A kvadratı. Ola bilər ki, düzbucaqlıda diaqonalla sahəni bizdən soruşar. Biz bilirik ki, kvadratın diaqonalı tərəfin kökdəki kimisidir də. Bunu Pifaqordan biz tapmışıq. D bərabər nə idi? A kökdə 2. Yadınızda saxlayın. Sizdə elə birbaşa kvadratın diaqonalını verəndə S bərabərdir D kvadratı bölünsün 2 ilə hesablaya bilərsiniz. Da gedib A-nı tapmağa ehtiyac yoxdur. Yaxşı? Diaqonal 10 veribsə sahə neçə olar? 10-un kvadratı böl 2. Düzdür? Diaqonalı 10 veribsə. Tərəfi 10 versə nə olar? Eləcə 10-un kvadratı 100 olur. Yaxşımı? Bir də sahə nədir? Bu sahə hardan yaranır? Bax uşaqlar. D kvadratı bölü 2-miz. Kvadratın diaqonalları bir-birinə nədir? Bərabər və perpendikulyar, düzdür? S bərabərdirmi? D1 vuraq, D2 bölək nə demişdik bəyək? 2 vuraq.
Onsuz da D1 D2-yə bərabərdirsə, bu ikisi də D eynidirsə nə olur? D kvadrat. Bölə 2 vuraq. Sinüs 90 dərəcədə uşaqlar 1-dir. Elə D kvadratı 1 bölü 2 nəyi verdilər? D kvadratı bölü 2-ni. Yəni biz bayaq dediyimiz o dedik, qısa düsturla hesablaya bilərsiniz. Oradan alınır ki, kvadratın sahəsi diaqonal kvadratının yarısıdır. Kvadratın perimetri nəyə bərabərdir? 4 aya bərabərdir. Tərəflər bir də bilin ki, bax bu diaqonallar kəsişəndə burada yaranan 4 dənə ki sahə var. S1, S2, S3, S4. Bu sahələr bir-birinə bərabər. Bu verilmiş bu sahə, bax bir dənə sahə. Ümumi kvadratın sahəsi neçədə biridir? 4də biri. Bu ikisini tapsaq neçədə biridir? 2də biridir. Yəni diaqonal sahə nə eləyir? Yarıya. Yadda qalar. Bu oldu kvadrat. Düzbucaqlını da dedik. Bax yenə deyirəm, istənilən dördbucaqlıdırsa 1, 2, 3, 4. Bunun sahəsi diaqonalları hasilinin yarısı ilə aralarındakı bucağın sinüs hasili. S bərabərdir. 2də 1, D1 vuraq, D2 vuraq, sinüs A. Da bu dördbucaqlı kvadrat deyil, romb deyil, parallelogram deyil. Adicə istənilən bir dördbucaqlı. Yaxşı? Burada 4 dənə eşbucaq yaranır. 4 dənə eşbucağı toplayanda elə bir tərif gəlir, alınır. İndi uşaqlar, gələk əsas düsturu çox olanlar eşbucaqlardır. Eşbucağın sahə düsturlarıdır. Örgənək birinci adi verilmiş müxtəlif tərəfli üçbucağı. Müxtəlif tərəfli üçbucağın sahəsi. Tərəfləri verilsin. A-dır, B-dir, C. Bax, bu tərəf olsun A. Bu tərəf olsun A. Bu tərəf olsun B. Bu tərəf olsun C. Üçbucağın sahəsi tərəflə həmin tərəfə çəkilən hündürlüyü hasilinin yarısı. A vuraq, S bərabərdir. A vuraq, H bölə 2. H bölə 2. H bölə 2. Və yaxud da ola bilər ki, A tərəfinə çəkilməyibdir, B tərəf. Lap A tərəfinə çəkilən hündürlük H A ilə işarə edin ki, qarışmayın. B tərəfinə çəkilən hündürlük A-dan və təfə nöqtə B-yə hündürlük çək. Bunu da işarə edirəm nə ilə? H, B ilə. Onda eyni qayda ilə həmən sahə nə olur? B vuraq H, B bölək H, B onu görə yazıram ki, yəni B tərəfinə çəkilən hündürlükdə. Durub A tərəfinə çəkilən hündürlük B tərəfinə vursa, səhv olar, düz olmur. Eyni qayda ilə bu da bərabərdir. Üçüncü tərəfə çəkilən hündürlük neçə olsun? H, C. Onda o da bərabərdir. C vuraq H, C bölək 2. Uşaqlar, hər birindən 2 ixtisar oluna bilər də, düzdür. 2 tərəf verirlər, bir hündürlük verirlər, o birisini tapmaq lazım olar. Bax sizə. Bax, bunun üçü də sahədir bizim üçün. Onda yaza bilərik. A vuraq H, A bərabərdir B vuraq H. Nə edəcək? Deyəcək, A tərəfin uzunluğu 6, B tərəfin uzunluğu 8. A tərəfinə çəkilən hündürlük 4-dürsə, B tərəfinə çəkilən hündürlüyü tap. Yəni, buradan tapacaq. Onda B tərəfinə çəkilən hündürlüyü tapanda 6-dan 4, 24-də 8-ə bölsək, deyərik. Çünki hasillər bərabər olur. Oldu? Bu hansı üçbucaq idi? Hündürlüklər harada kəsişdi? Daxil. Daxildə kəsişdi, düzdür? Hündürlüklər daxildə kəsişəndə hansı üçbucaqdır? İtirbucaqlı üçbucaq. İndi ola bilər ki, tərəfləri verilmiş üçbucaqda sahəni tapmaq üçün S bərabər Heron düsturu var. Kök altda P vuraq, P minus A, P minus B, P minus C. Burada uşaqlar A, B, C üçbucağının tərəfləridir. P yarım perimetrdir. Bəli. P'miz tərəflər cəminin yarısıdır. Yaxşımı? Tərəfləri toplayasınız, yarı böləsiniz və orada hər birinə vurasınız. Bu oldu Heron düsturu. İndi ola bilər ki, bizim üçbucağımız körbucaqlı olanda hündürlük nə cür olur? Bax, bir dənə körbucaqlı üçbucaq çəkək. Bax, olsun körbucaqlı üçbucaq. Və buna çəkilən hündürlük, bax bu nöqtədən çəkilən hündürlük həmin tərəfə yox, tərəfin arasını çəkilir. Uzantısına çəkilir, bax. Bax, bu uzantını gəlin belə götürün. Bax, buradan çəkilən, bax. Bu uzantıya çəkilir. A budursa,
A tərəfinə çəkilən hündürlük H, A bax buradır. Yaxşı? Eyni qayda ilə deyək ki, bura B-dirsə, bax bura B-dirsə, bu nöqtədən B-yə hündürlük çəkiriksə, biz bax bu B nöqtəsini uzadırıq, B düz tərəfini uzadırıq. Həmən parça nöqtədən B-yə hündürlük çəkirik. B bax bura, H bura. Bura olur nə? H, B. Eyni qayda ilə C buradırsa, artıq buradan biz bura hündürlük çəkə bilərik. Bu da oldu nə? H. Yəni, sahə dəyişmir, eynidir. Sənə tərəfi 6 veribsə, durub deyək ki, A nöqtəsindən bu H nöqtəsinə qədər götürmürsən, oturacaq. Oturacaq A-dan B-yə qədər. H-ımız da 4-dürsə, onda deyirsən S bərabərdir 6 vuraq 4 bölək 2. Olur neçə? 12. Bərabərdir 12. Sahə budur. Yaxşı? Bir də bilin ki, uşaqlar, bax, deyək ki, üçbucaqdırsa, üçbucağın təpə nöqtəsindən hər hansı bir daxili parça çəkilir. Buradakı üçbucağın sahəsi ilə, bax bu S1 ilə S2-nin sahəsi nisbəti, daha doğrusu sahələrin nisbəti. Bax, bu oturacaqlar nisbətinə bərabərdir. Yəni, bura A-dırsa, bura B-dirsə, elə onların nisbətinə bərabərdir. A bölək B. Çünki, baxın, bu S1-in sahəsi A vuraq, bu H bölünsün 2-dir, düzdür? Bu H həm A tərəfinə çəkilən hündürlükdür, həm də B tərəfinə. Görürsünüz, bu bayaq çəkdiyimiz körbucaqlı üçbucaq var idi. Görürsünüz, bu körbucaq. Onun hündürlüyü hansıdır? H. Eynisi. Birini A vuraq H bölək 2 yazırsan. Birində B vuraq H bölək 2 yazırsan. Onsuz da A bölək 2-lər, H bölək 2-lər getdi. Nə qaldı? A bölünsün. Yaxşı? İndi ola bilər ki, üçbucaqdır. Üçbucaqdır. Düz xətt çəkilibdir. Buranı 5 verib, buranı 3 veribsə və bu sahəni verib, məsələn, 12. Böyük üçbucağın sahəsini sorur. 12 bölü 5 bərabərdir x bölü. Yox, düz sahə. 12 bölək sahə bərabərdir 5 bölək 3 yaza bilərik. Bu sahəni tapandan sonra biz böyük sahəni nə edərik? Toplayaq. Və yaxud da nə edərik ayətdən? Ümumi oturacaq neçədir? Bura neçədir? Deməli, buradakı üçbucaq bu S2 var. Ümumin hansı hissəsidir? 8-dən 5. Deməli, 8-dən 5 hissəsi neçə olmalı? 12. Bunun üçün nə edirik? 12-ni 8-də 5-ə böləndə tərsinə vururuq da. 2,4, 2,4-də vuranda məsələn 19,2. Olub, ümumi sahə oldu 19,2. Sən gəlib buranı tapsan 7,2 taparsan, bunları toplayanda elə ki 19,2. Yaxşı, nəyə öyrəndik? Ümumi sahə, bax gəlin belə birində deyirəm, görürəm, yaxşı başa düşməlisən. Bax, ümumi sahə verirəm, məsələn, 60-dır. Ümumi sahə. A, B, C. Ümumi sahə 60-dır. Buradan bir xətt çəkilir. Bura 2K-dır, bura 3K. Nisbətdə deyir, bölünür. Deyir ki, BD parçası oturacağı 2-nin 3 nisbətdə bölünür. S, B, D, C-nin sahəsini tapır. B, D, C-nin, bax, buranın sahəsini soruşur. Ümumi neçə hissədir? Bura neçədir? Deməli, BD-si ümuminin hansı hissəsidir? Ümumi də bizə 60 deyil, hə? Deməli, mən nə tapmalıyam? Bəli, ya bölmürəm, 5-də heç ümumini vermişəm. 20, 12, 36. Deməli, bu sahə 36-dırsa, bu bir sahəyə nə qalar? Bu da 5-dən 2-sidir də. 12, 12-dən 2-yə vuranda yenə neçə edir? 20. Oldu? Bax, bu sahələr bizə kömək olacaq. İndi gəl uşaqlar. Üçbucağın hündürlükləri təpə nöqtəsində kəsişəndə oldu düzbucaqlı üçbucaq. Gəlin düzbucaqlı üçbucağın sahə düsturlarına baxaq. Və burada bir neçə vacib olan düsturlar var ki, bilmək vacib. Düzbucaqlı üçbucağın hündürlüklərini bilir ki, katetin biridir. Yəni H1-imiz 1 katetdir. H2-miz 2-ci katetdir. Üçüncü hündürlük nədir? H3. Burada olsun C. Baxın uşaqlar, bayaqki düstur olduğu kimi keçərlidir burada da. Üçbucağın sahəsi oturacaq nədir? B. Hündürlük nədir? A. Oturacaq ilə hündürlük hasilinin yarısı. Onda S bərabərdir A vuraq B bölək
Plus yox. Vurur. A və B nədir bizim üçün? Katetlərdir. Düzdür? Deməli, düzbucaqlı üçbucağın sahəsi katetlər hasilinin yarısına. Yəni katetləri 4 və 5 versə, PTN-nizi heç axtarmağa ehtiyac yoxdur. 4 vuraq 5 bölək 2. Ola bilər ki, PTN-nizi verib. PTN-nizə çəkilən hündürlüyü veribdir. Və eyni qayda ilə bu bərabərdir. PTN-niz nədir? C. Vuraq H bölək 2. Biz buradan ki, H üçün düsturumuz var idi. H bərabərdir A vuraq B bölək C. Düzbucaqlı üçbucaqda Pifaqorda ki, buradan alınır da. Hər birindən ixtisar getdi. Buradan H tapmaq üçün AB nəyə bölünər? C-yə bölünər. Deməli, bizim düsturumuz nə oldu? Ya A vuraq B bölək 2, ya da C vuraq H bölək 2. Bu düzbucaqlı üçbucaqda. Düzbucaqlı üçbucaqda bir də hansı xassələr var uşaqlar? Bilək. Düzbucaqlı üçbucaqda bucaqlar 45 dərəcə olanda, 15 dərəcə olanda hansı xassələr var? Deyək. Əgər bizə bərabər yanlı düzbucaqlı üçbucaqda bilirik ki, iti bucaqlar neçə dərəcədir? 5. Heç aranı yox. Eləcə C-ni veribsə, PT-nizi veribsə, onsuz bilirik ki, katetlər A-dırsa, PT-niz nədir? A kökdə. Ya gərək gedək tərəfi tapaq. Burada da tərəfi tapandan sonra S bərabərdirmi? A kvadratı bölü nə olar? Katetlər hasili A-nı aya vuran A kvadrat bölü. Sonra və yaxud da C-ni veribsə, elə S bərabərdir. PT-niz verirsə C-nin kvadratı bölünsün 4. Bu düsturdan tapa bilərik. Məsələn, bizə PT-niz verir 8, düzdür? C-ni 8 verirsə, gedib oradan A-nı tapım. A-nı tapıram 4 kökdə 2. Sonra 4 kökdə 2 kvadratını ona 32-ni bölərəm 2-yə. Neçə elər? 16. Düzdür? Elə tapa bilərik. Amma və yaxud da C-ni 8 verirsə, 8-in kvadratı 64. 64 4-ə böl. Necə düşər? Yəni, qiymət olaraq ikisi də 16-dır. Amma C kvadratı bölünsün 4 bizdə nə? Biraz hesablamamızı sadələşdirir. Düzdür? Əgər bizim bu bucaqlar 45 dərəcə yox, biri 15 dərəcə olarsa, onda nə tapır? Olar ki, birini 15 verməz, o birisi bucağını verər sizə, çaşdırmaq üçün. Bu 15 dərəcədirsə, o birisi neçə dərəcədir? 70 bəli. Onda iti bucaqlar 15 və 75 dərəcə olarsa, S bərabərdir. C-nin kvadratı bölünsün 8. Bu düstur bizə sahəni verir. O 8 də düsturun özündədir. Hə, ancaq nə olursa olsun C kvadrat bölü 8 olur. Nə zaman? 15 və 7. Da durub orada bucağın birinə 40 dərəcə, birinə 50 dərəcə verəndə gedib 8-ə bölmür. Ancaq bu bucaqlar olanmır. Yaxşı? Etiram, bax, elə bil ki, burada düzbucaqlı üçbucaq yaradırıq. 2 dənə düzbucaqlı üçbucaq yaradırıq. Yenə bura neçə dərəcədir? 15 dərəcə. Bura neçə dərəcədir? Burada 71. Burada 2 dənə nə yaranır? Oxşar 2 dənə bərabər yaranır. Oxşar üçbucaqlardır da. Görsən, bunda bucaqları 15. Onda bu tərəflər yarı bölmür. Bura nə oldu? Bura onsuz da düzbucaqlı üçbucaqda, düzbucaq təpə nöqtədən çəkilən median həm də hündürlükdə. Burada C bölü 2 oldu. Bir dənə düzbucaqlı üçbucağın sahəsi C bölü 2-ni vururam C bölünsün 2-yə. Katetlər hasilinin yarısı. Bizə nə verir? C-nin kvadratı böl 2-dən 2 4. Yeni məxrəcə neçə olur? 8. C kvadratı böl 8. Oldu? Ay sağ ol. Sonra bir də var uşaqlar. Düzbucaqlı üçbucaqda üçbucağın daxilinə çevrə çəkilərsə, bu çevrəni ola bilər ki, biz yaxşı çəkməyək də o qədər. Oldu çevrə. Bu PT-nizi M və N parçalara bölərsə, məsələn, yazıb ki, daxilinə çevrə çəkib, PT-nizi 4 və 5 sm hissələrə bölür. Elə sahə bərabərdir MN. Yəni 4-5 isə da M-ni bir-birinə vurasın. Yaxşı? Hə? Bəli, daxilinə çevrə çəkir. Bu düzbucaq. Xaricə çevrə çəkiləndə məcbursən sən artıq dairə, həmən düzbucaqlı üçbucağın
Hipotenuzu həmən çevirən nə idi? Radius. Hipotenuzu tapasan müəyyən şərtlər verir. Yaxşı. Sadəcə biz deyə bilərik ki, daxilə çəkilmiş çevrənin radiusu hipotenuzun yarısıdır. Bəli, üçbucağın daxilinə və xaricinə çəkilmiş çevrənin radiusları üçün düsturlar var idi. Böyük R bərabərdir. A bölünsün. ABC bölünsün 4S. Düzdür? Belə bir çevrədə düsturumuz var. Üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunun düsturu var. Bəli, istənilən üçbucaq. Və buradan sahəni tapıramsa, əli. Buradan S bərabərdir. A vuraq, B vuraq, C bölünsün 4R. Bax, belə tapa bilərik. Bayaq sən dedin. Sonra kiçik R bərabərdir. Nə demişdik? 2S bölünsün A plus B plus C. Bu A plus B plus C bizə nə verir? Perimetr verir. Düzdür, perimetr. Buradan S'i tapmaq üçün 2S bərabərdir. R vuraq P-yə. S də bərabərdir. 2-də 1 PR. Onda nə olur? Yarım perimetrlə daxilə çəkilmiş çevrənin radiusu A. Bu düsturlar hamı üçbucağın sahəsi üçün keçərlidir. Ola bilər sizə radiusdan verər. Bu düsturlarla istifadə edəcəkdir. Yaxşı? Sonra gəlir uşaqlar. Bərabər tərəfli üçbucağın sahəsi. Bərabər tərəfli üçbucağın sahəsi bərabər tərəfli üçbucağın sahəsi. Tərəflər A deyiləmi? Bərabər tərəfli üçbucaqda hər bir bucaq neçə dərəcədir? Təpə nöqtəsindən cibə 60-dırsa, təpədən çəkilən hündürlük həm də tənbölən olduğuna görə bura neçə dərəcədir? 30 dərəcə qarşısında duran katet hipotenuzun yarısıdır. 60-ın qarşısında duran katet digər katetin kökdə A kökdə 3 bölünsün 2-dir. Düzdür? Biz hündürlüyü neçə aldıq? A kökdə 3 bölü 2 aldıq. Düzdür? Oturacaq nədir? A-dır. Üçbucağın sahəsi oturacağı ilə hündürlüyü hasilinin hündürlüyü nədir? A kökdə 3 bölünsün 2. Hasilinin yarısı. Təzə bunu yarıya böləndə 1-də 2-yə vururam mı? Nə olur? A-nın kvadratı kök altda 3 bölünsün 4. Artıq bunu əzbər yadda saxlayın ki, bərabər tərəfli üçbucağın sahəsi tərəf verən kimi də bu qədər gedim H-ı tapım. Gedim tərəf A kvadratı kök altda 3 bölünsün 4. Yaxşı? Əgər sizə hündürlüyü versə, tərəfi verməyib hündürlüyü versə, S bərabərdir. H-ın kvadratı kök altda 3 bölünsün 3. Yaxşı? Bir var tərəfi məsələn 6 verə, A bərabər 6 yazarsan, bu düsturla hesablayarsan. Bir də var ki, H-ı 6 verə, onda bu düsturla hesablayarsan. Yaxşı? Da gedib H-dan gedim mən A-nı tapım, sonra gedim A vuraq H bölə 2 ilə hesablayım, vaxt aparacaq. Amma bir dənə o düsturu bilsən ki, H kvadrat kökdə 3 bölünsün 3-dür. Elə H-ın yerinə 6 yazanda 6-nın kvadratı 36, 36-nı da 3-ə bölün neçə eləyər? Sahə oldu 13 kökdə. Oldu? Bu oldu bizim üçün üçbucaqların sahəsi və var indi üçbucağın sahəsi üçün bir dənə də uşaqlar belə düstur var. İki tərəf və onlar arasında qalan bucağın sinüs sahəsinin yarısı. A vuraq, B vuraq, sinüs alfa. S bərabərdir. 2-də 1 A vuraq, B vuraq, sinüs alfa. Üçbucağın sahəsi iki tərəf və onlar arasında qalan bucağın sinüs sahəsinin yarısıdır. Sinusların da cədvəllərini burada qeyd edəcəm sizə. 30 dərəcədə neçəni alır, 60 dərəcədə neçəni alır, 45 dərəcədə neçəni alır. Ta ki o bucaq 120 dərəcədirsə, sinüs 120 dərəcədə kökdə 3 bölünsün 2-ni alır və qiymətincə yerinə yazırsınız. Yaxşı? İndi gəlir, düzbucaqlını dedik, kvadratı dedik, üçbucağı dedik. Gəlir parallelogram. Parallelogram bildik ki, qarşı tərəfləri bərabər və paralel olan dördbucaqlıya parallelogram deyilir. Eləmi? Bu bizim üçün parallelogram. Elə ki, düzbucaqlıdır, tərəfləri AB-dir. Bunu müəyyən bucaq istiqamətində deyək ki, meyl elədi bucaqlar oldu parallelogram. Paralleogramla düzbucaqlının bir dənə fərqi bunun bucaqların düz olmaması. Düzbucaqlı özü parallelogramdır ha. Amma parallelogram düzbucaqlıdır deyə bilmirik. Uşaqlar, bax, biz buradan da hündürlük yendirsək.
Buradan da hündürlüyü indirsək. Alınan fiqur hansı fiqur olur? Düzbucaqlı olur da, düzdür. Düzbucaqlının sahəsi nə idi? Avraq B. Burada A-nı elə bil ki, bax bu oturacağı ifadə edirsə B-ni. B bax bura olur. A-nı da bu hansı fiqur ifadə elədi? Bu H ifadə elədi. Onda paralelogramın sahəsi S bərabərdir. Ya B vuraq H olur. Ya A vuraq H olur. İkisi də eyni. Yəni B vuraq H B deyək. A vuraq H A deyək. İkisi də sahə. İkinci H hansıdır? B tərəfinə çəkilən hündürlük HB-dirsə, A tərəfinə çəkilən hündürlük, bax buradan bura çəkilən hündürlük HB. Yəni buradakı digər şəkillər sizi çaşdırmasın. Bax, bu şəkil sizi çaşdırır. Bu HB-dirsə, bu tərəf A-dırsa, buna çəkilən hündürlük nədir? H. İkisi də bir-birinə bərabər. Məsələn, bax, bizə verəcək paralelogramın tərəfləri 6 və 10-dur. Bax, onu böyük tərəf götürürəm, 6-nı kiçik tərəf. Hündürlüklərdən biri 4, amma nə cür deyəcək? Kiçik hündürlük 4-dür, böyük hündürlük 4-dür. Yadınıza saxlayın. Kiçik hündürlük böyük tərəfə vurulur. Böyük hündürlük. Bəli, bax 6 və 10-dursa, deyəcək kiçik hündürlük 4-dür. Kiçik hündürlük 4-dürsə, mən onu böyük tərəfə qoyacağam. Burada mən hansı hündürlük tapacağam? Böyük hündürlük tapacağam. Bu sahələr bir-birinə nədir? Bərabər. Yadda qalar. Düsturumuzun biri nə oldu? A vuraq H-a və yaxud da B vuraq H-B. Yəni paralelogramın sahəsi tərəfi 10 verib, hündürlüyü 6 versə, sahə nə olur? S bərabər 60. Və yaxud da bu tərəf 8-dirsə, buradan bura çəkilən hündürlük deyək ki, 10-dursa, yəni S neçə olur? 80. Yəni buradan vurum 60 aldı, buradan vurum 80 alındı, ola bilməz. İkisi də eyni cavabdır. Lap heç bu ikinci tərəf hündürlüyü verməyib, H. 6 vuraq 10 bərabər olmalı nəyə? Yəni ayrı-ayrı paralelogramlardır. Mən onu ikisində bir şəkildə dedim və sizə ola bilər çaşdırsın. Bax, paralelogramdır. Tərəfi 10-dur, hündürlüyü 6-dır. Sahə neçəni verir? 60. Paralelogramdır. Bu tərəf 10-dur. Bura çəkilən hündürlük 8-dir. Onda bunun sahəsi neçə olur? Yəni fərqi yoxdur. Hündürlüyü ya sən oturacağa çəkir, ya yan tərəfə çəkərsən də fərqi yox. Bir də ola bilər ki, sizə burada bucaqları verər, iti bucağı verər 150. Kör bucağı verər 150 dərəcə. Deməli kör bucaq 150 dərəcədirsə, iti bucağa nə qalır? 30 dərəcə qarşısında duran katet. Onda epiteni neçə oldu? 10. Onda perimetr səndən soruşar. Paralelogram perimetr nədir? 2 vuraq A plus. Yaxşı? Sahə AH, perimetr. Bir də sahə var, S bərabərdir. 2 tərəf və onlar arasında qalan bucağın sinusu hasil. Üçbucaqda 2də 1 idi. Bunda 2də 1 yoxdur. Eləcə AB sinus alfa. Bir də bayaq dediyim kimi, yenə təkrar deyirəm. Paralelogramda da o şərt var. S bərabərdir 2də 1, D1 vuraq D2 vuraq sinus alfa. Yadda qalar bunlar? Aysan. Bu oldu paralelogram üçün. İndi gəlirik romb üçün. Romb da paralelogramın bir növüdür. Rombun da sahəsi eyni qayda ilə paralelogram kimidir. Tərəf vuraq hündürlük. Tərəf vuraq hündürlük. Bu biraz oxşasın da. Olsun bu. Tərəf A-dırsa, həmin tərəfə çəkilən. Bax, buradan buradakı romb olduğuna görə, buradan buradakı hündürlüklə, bax, bu hündürlük bir-birinə nədir? Bərabər. Çünki tərəflər A-dır. Rombdur. Da bunda HB yoxdur. İkisi də hündürlükdür. S bərabər olur nəyə? A vuraq H. Bəli, H deyə bilərik. Da heç A deməyək. A vuraq H. Bir də eyni qaydənin S bərabərdir. Bayaq dediyi paralelogramda AB sinus alfa. Bunda A, bu bir tərəf B deyil. Burada A-dır. Ana ayavramda nə edəcək? A kvadratı vuraq sinus alfa. Yaxşımı? Tərəf 8 aralarındakı bucaq 30 dərəcədirsə. Ya məcbursan 30 dərəcədən burada istifadə edib hündürlüyü tapasan. 8-dən 4 neçə edəcək? 30. Və yaxud da belə yazasan. 8 vuraq sinus 30 dərəcədə nədir? 2-də.
Bu da yenə neçə eləyir? 32. Və yaxud da 8 vuraq 4 dedik də, bayaq neçə elədi? 32. Heç nə dəyişəsi deyil. Yaxşı. Bir də var ki, uşaqlar, rombun sahəsi dedik diaqonalları hasiləsini salan. Rombun diaqonalları qarşılıqlı perpendikulyar olduğuna görə bax, bir dənə romb çəkib 1 2 3 4 yarım. Bax uşaqlar, deyək ki, bax bu rombdur. Bax bu romb. Belə çəkdim də, düzdür? Rombun diaqonalları qarşılıqlı perpendikulyar olduğuna bura 90. S bərabərdir. D1 vuraq, D2 vuraq. Sinüs 90 dərəcədə 1 eləyir. Bölək 2. Onda sahə nə aldıq? D1 vuraq, D2 bölək 2. Rombun sahəsi diaqonallar hasilinin yarısı. Diaqonalın birin 6, birin 8 veribsə, 6 vur 8 bölür. Bir də bizim rombun diaqonallarla tərəf arasındakı əlaqə var. D1-in kvadratı, D2-nin kvadratı 4A. Paralelogramda nə tər idi D1 ilə D2? 4 3 6. Paralelogramda D1-in kvadratı üstə gəlinsin. D2-nin kvadratı nəyə bərabərdir? 2 vuraq A kvadrat üstə gəlinsin. B kvadrat. Yaxşı. Sonra rombun da sahəsi bu. Qaldı bir dənə nə sahəsi? Trapesiya və dairənin sahəsi. Trapesiya. Yalnız iki tərəfi paralel olan dördbucaqlıya trapesiya deyilir. Bəli. Paralel olan tərəflər nədir? Trapesiyanın oturacaqları. Bax uşaqlar. Biz burada 2 dənə diaqonalla 2 dənə üçbucağa bölürəm bu trapesiyanı. Hər bir üçbucağın sahəsini tapıb toplasam, bu S1 ilə S2-ni toplasam nəyi verər? Paralelogram yox, trapesiyanın sahəsi. Bax, S1-i tapıramsa, bu S1-i tapıramsa, tərəf nədir? A. Bu A tərəfinə çəkilən hündürlük uşaqlar, bax, buradan bura qaldırılmış nədir? H-da. Onda üçbucağın sahəsi nə olur? A vuraq, H bölünsün. Gəlin, bu S1 idi. Gəlin, S2-ni tapaq. S2-ni tapanda bu nöqtədən bura perpendikulyar yendirilən. Yenə bu hündürlüklə bu hündürlüyün fərqi var. Xeyr, bu da H. Onda olur, B vuraq, H bölünsün 2. Düzdür? Üçbucağın sahəsi oturacağı ilə hündürlük hasilinin 2 dənə üçbucaqda, biri bu, biri burada. İndi bu ikisini toplasan, trapesiyanın sahəsini verməz. S1 ilə S2-ni toplayıramsa, biri AH bölünsün 2-dir, biri BH bölünsün 2-dir. Məxrəclər bərabərdirsə 2-də, AH üstə gəlirsə BH deyilə. H-ı da çıxardığında nə qalar? A plus B vuraq. A plus B bizim üçün nədir? A plus B oturacaqlar cəmi. Oturacaqlar cəminin yarısı ilə hündürlüyünün hasilini. Belə deyək. Oturacaqlar cəminin yarısı bizə nəyi verir? Orta xətti verir. Düzdür? Trapesiyanın sahəsi orta xətti ilə hündürlüyün hasilini. El orta xətt vuraq. Hündürlük. Trapesiyanın oturacaqlarını verəcək 6, 8. Hündürlüyün verəcək 4, sahəni tap. 6 ilə 8-in cəmi 14. Yarısı 7. 7-ni də vuruq 4-ə 28. Oldu? Uşaqlar, bax, ola bilir ki, bərabər yanlı trapesiya verir bizə. Bərabər yanlı trapesiya verir bizə. Tərəfləri artıq biz özümüz müəyyən eləməliyik. Tutaq ki, məsələn, yuxarı tərəf verib 6. Buranı verib 5. Bizdən ümumi oturacağı da versin. Ümumi oturacağı da veribdir, məsələn, 15. 15 olsun mu? Deyək də neçə olsun? Qıraqlara 300 qalır. 12 veribdir. 12 veribdir. Oturacaq, aşağı oturacaq 12. Sahəni soruşur. Daha hündürlüyü vermir. 13-ü nə edəcəz? Bax, 2 dənə hündürlüyün ikisini də yendiririk. Yuxarı oturacaq 6-dırsa, aşağı burada 6 qaldı. Digər yan tərəflər bərabər. Ümumi 12-dir. Oturacaq, bura orta 6-dırsa, yanlara nə qaldı? 6 qalır, 3, 3. 3 bura. İndi yandakı düzbucaqlı üçbucağı görürsünüzmü? Pifaqor teoreminə 5-in kvadratından 3-ün kvadratından nə qalacaq?
Onda biz h-ı necə tapdıq? 4. Onda trapesiyanın səsi S bərabər oturacağın biri 12, digəri 6. Oturacaqlar cəmi bölək 2. Vuraq hündür. 18. Lap bu 2 ilə bunu da ixtisar eləyə bilərsiniz. 18-də 2-yə vuranda necə edəcək? 36. Oldu? Bir də trapesiyada bu xassəni yadınızda saxlayaq uşaqlar. Trapesiyada bu sahə düsturu bizə lazım olacaqdır. Düsturlarımız çox da çox deyil. Yəni vacibdir ki, əzbərləyəsiniz. Bax uşaqlar, düzbucaq trapesiyada diaqonallar çəkilibsə, yadınızda saxlayın. Bax, S1 ilə S2, S3. Bu da olsun S4. Burada 4 dənə sahəli üçbucaq var elə. Bax, S1 ilə S2-nin cəmi nədirsə, S2 ilə S3-ün də cəmi odur. İkisi də indi bir-birinə bərabər. Yəni, bax, bir dənə burada bir işarə göstər. Bax, bu üçbucağın sahəsi ilə, gördünüz də buradakı üçbucağın sahəsi. Bax, buradakı üçbucağın rəngini çəkib dəyişmişdir. Bax, ümumi bax, bu üçbucağın sahəsi bir-birinə bərabər. Nədirsə, ikisi də bir-birinə bərabər. Yəni, ikisi də tərəf A-dır. Hər ikisində oturacaq A-dır. Oturacağa çəkin, bunda hündürlük buradır. H. Bunda yenə bu üçbucaqda oturacaq A-dır. Bunda da hündürlük buradan çəkilmiş budur. İkisi də nə olur? A vuraq H bölə 2 olur. Düzdür? İndi gəlin, baxaq o biri S1, S2, S3-ün xassəsinə. S3, S4. Bu düstur yadınızda qalsın. S1-in sahəsi ilə yenə S3-ün sahəsi bərabərdir. S1 ilə S3. O da bərabərdir. Kök altında S2 vuraq, S4. Bu bizə harada lazım olacaq? Bizə bax, bu sahəni verib 2, S2-ni verəcək 2. S4-ü verəcək, məsələn, 8. Trapesiyanın sahəsini soruşur. Bura 2, bura 8 isə mən S1 ilə S3 tapanda kök altda S2 vuraq S4 demişəm. 8 dəfə 2 neçə eləyəcək? 16 neçə çıxacaq? Onda buradakılar sayı neçə olacaq? 4, 4, 8. 8 ilə də 2, 10. Ümumi trapesiyanın sahəsi neçə oldu? 18. Başa düşdük? Ay, sağ ol. İndi keçirik uşaqlar. Dairənin sahəsi. Piramidanın sahəsi var. Piramidanın sahəsi var. Piramidanın yan üzünün sahəsi var, tam üzünün sahəsi var, bir də həcmi var. Onu 11-ə gəl keçəcəksin. Dairənin sahəsi pi kvadrat. Bəli, uşaqlar, çevrənin uzunluğu çevrənin uzunluğu 2 pi r-dir. Dairənin sahəsi çevrə ilə məhdud olan müstəvi hissədir. Bax, belə bir kağızı ilə dairədə kəsək, olar müəyyən bir müstəvi hissə. Dairənin sahəsi S bərabərdir pi r kvadrat. R bizim çevrənin radiusu. Var burada dairə sektoru. Dairənin sektoru həmən bax bu hissə. İki radius arasındakı qalan mərkəzi bucaq arasında qalan dairə. S sektor bərabərdir. Pi r kvadrat vuraq alfa bölək 360'da. Vuraq. Alfa olur 60 olsa 60 yaz. 90 olsa 90 yaz. 80 olsa. Bir də var burada segment. Dairə segmenti. Bax, dairə segmentinə. Bax uşaqlar, bu da olsun dairəmiz. Segment vətərlə dairə hissəsi arasındakı qalan hissə. Bax, bu segment bax bu hissə. Amma bax bu sektordur. Bu nədir? Segment. Şimdi gəlin segment hissəsində. Hə? Dairə vətərlə dairə arasında qalan hissə nədirsə orada. İndi gəlin segmentin sahəsinə bax. Bax uşaqlar, bir dənə çəkək. Mərkəzi bucaq. Mərkəzi bucağa uyğun vətər. Dedik ki, bax, bu hissə bizim üçün nə adlandı? Segment. Ümumi nədir bu bizim üçün? Ümumi hamısı bir yerdə nədir? Sektor. Deməli, mən sektorun sahəsindən o üçbucağın sahəsini çıxsam, qalmaz yuxarı.
Deməli, mən segmentin sahəsini tapıram məsələn. S segment bərabərdir. Sektorun sahəsi nədir? S sektor çıxaq S üçbucaq. Elə? Bax, üçbucağın tərəflərini. Burada üçbucağın sahəsini bayaqdan yetərincəsə düzdür yazmışıq. Düzdür? Tərəf bu bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaqdır. Tutaq ki, buralar R-dirsə, bu alfadırsa, və yaxud ki, düstur yazmışdıq. S bərabərdir 2/1 AB sinüs alfa. A-nın yerində R durur, B-nin də yerində R durur, eləmi? Onda o nə olar? 2/1 R-in kvadratı bərabərdir. S sektoru yazdıq. Pi R kvadratı vuraq. Alfa bölə 360. Çıxaq. 2/1 R kvadratı vuraq nədir? Sinüs. Bundan çox istifadə eləməyəcək. Sadəcə bilsək ziyan eləməz. Yaxşı? Bu oldu bizim üçün nə? Sadə həndəsi fiqurlar. Hələ biz 6 bucaqlı gəlsə, 5 bucaqlı gəlsə, digərləri gəlsə,